Hər kəs salam dostlar. Bu günləri Binance birjasında olan Binance Earn, yəni sadə qazanc haqqında danışacağam. İlk öncə birjamıza daxil oluruq. Birjamız açılır. Baxın dostlar, mən sizə indi burada oxlardan da göstərəcəm. Burada qazanc bölməsi var. Baxın, qazanc. Bunun üzərinə klik edirik. Əgər siz bu qazanc bölməsini tapa bilməsəz, sizdə ingilis dilində olsa, sol küncdə olan 3 nöqtəni klik edirik. Sağ küncdə olan bu 3 bucaq işarəyə klik edirik. Dilimizi əgər sizdə ingilis dilidirsə, Azərbaycan dilinə keçirdib yenidən həmin Binance'ın ana səhifəsinə qaydırıq. Əgər sizdə bu qazanc bölməsi görünmürsə, dostlar, yuxarıda burada axtarış yerinə qazanc yazaraq həmin bölməni tapa bilərsiniz. Baxın, burada qazanc çıxdı, qazanc bölməsi, sadə qazanc və qazanc bölməsi. Əgər ingilis dilində istifadə edirsinizsə, dostlar, yenə də fərqi yoxdur. Burada earn yaza bilərsiniz. Sizdə çıxacaq. Məndə Azərbaycan dili olduğu üçün earn yazanda çıxmır, qazanc yazanda çıxır. Dostlar, Binance Earn-dən istifadə edərək pasiv qazanc əldə edə bilərsiniz. Misal üçün, kriptovalyutanı aldınız, dostlar, almısınız və aldığınız yerdən çox-çox aşağı düşür və satmaq qərarında da deyilsiniz. Aldığınız kriptovalyutanın gələcəyi olduğuna inanırsınız və bu düşüşün qısa müddətli olduğunu düşünürsünüz və ziyanına satmaq fikriniz yoxdur. Bunun üçün dostlar, Binance Earn, yəni qazanc bölməsi sizin işinizə yarayacaq. Həm kriptovalyutanı əlinizdə saxlayacaqsınız, həm də o kriptovalyutadan gəlir əldə edəcəksiniz. Dostlar, vaxt itirmədən qazanc bölməsinə klik edirik. Baxın dostlar, yuxarıda 3.75 göstərir. O mənim kriptovalyutanı Binance Earn bölməsinə kilitlədiyim üçün mənə verilən qazancdır. Bu da hardasa təxmini 1 ay yarım müddətində yığılan qazancdır. Yəni mən heç bir şey etməmişəm. Aldığım kriptovalyutanı əlimdə saxlayıram və aldığım yerdən yuxarı çıxanda mən istədiyim səviyyələrə, yerlərə gələndə satmağı planlaşdırıram. Onun üçün Binance Earn bölməsində aldığım kriptovalyutaları kilitləmişəm və onun da mənə qazancı 3.75-dir. Dostlar, gəlin bu bölmələri sizə mən izah eləyim. Burada sadə qazanc görürsünüz yazılıb. Onun üzərinə klik edirik. Baxın, burada dostlar, sərbəst və kilitli bölməsi var. Mən sərbəst bölməsindən istifadə edirəm. Sərbəst bölməsi nədir dostlar? Yəni kriptovalyutanı oradan istədiyiniz vaxt çıxardıb sata bilərsiniz. Kilitli bölməsi isə odur dostlar. Baxın, burada üzərinə klik edirik. Sizə müddətlər verir. 30 gün müddətində əlinizdə olan kriptovalyutanı kilitləsəniz, indi mən burada hansı coindir? Fil coin üzərindən göstərirəm sizə. Sizin əlinizdə başqa coinlər ola bilər. Məsəl üçün Sol yazaq bura. Solana çıxdı. Solana'nın bizə 14 gün, 30 gün ərzində neçə faiz xeyir verəcək onu göstərək sizə. Baxın, 14 günlük kilitləsəniz 1.8% sizə coin üzərindən qazanc verəcək. Coin üzərindən necə? Yəni ki, dostlar, 5 Solana almısınızsa 1.8% Solana və 5 Solana'nın 1.8%-ni hesablayırsınız. 1.8%-ni sözünüzü hesablayın. 5-i vurun 1.8-ə. İndi orada 60, 70, 0.60, 70 Solana'da sizə 14 gün boyunca kilitlədiyiniz üçün qazanc verəcək. Burada müddətləri artıraraq qazancları da çoxalda bilərsiniz. Baxın, 30 gün müddətində kilitləsəniz, əlinizdə tutalım yenə 5 Solana varsa, onun 3%-i nə qədər eləyirsə, onu sizə qazanc olaraq verəcək. Diqqətli olmalı olduğunuz bir məqam var dostlar. Bu faiz dərəcəsi sizi aldatmasın. Bu aylıq faiz deyil. Bu illik faiz üzərindən hesablanan qazancdır. Yəni siz bunu il üzərindən hesablamalısınız. Yəni bir ay boyunca Solana'nı kilitlədiniz orada. 3% ayın sonunda sizə verəcək. Yox, bu ilə bölünür. Onun üzərindən hesablanır. Yəni bunu da nəzərə alın. Dostlar, kilitli bölmə siz əlinizdə olan Solana'nı, indi burada günlər var da. Günlər çoxaldıqca dostlar, təbii ki, qazanc faizi də çoxalır. Siz əgər burada kilitli bölmədə olan kriptonuzu kilitləsəniz, 60 gün, 30 gün tutalım müddətində, əgər bu 60 gün müddətində əlinizdə olan kriptovalyuta sizi ziyandan çıxartsa və yaxud sizə qazanc versə, siz burada həmin kriptonu kilitlədiyiniz üçün heç bir halda sata bilmirsiniz dostlar. Burada diqqətli olun. Kilitli bölməsində orada verilən müddət ərzində kilitlədiyinizdə kriptovalyuta həmin müddət ərzində əgər qarxış olarsa, sizin istədiyiniz yerə gələrsə, siz onu sata bilmirsiniz. Ona görə də mənim sizə tövsiyəm az olsun, həmişə olsun və istədiyiniz vaxtda çıxarda bilərsiniz. Baxın, bu sərbəst bölməsindən istifadə etməyinizi tövsiyə edirəm. Sərbəst bölməsində siz əlinizdə olan kriptoları kilitlədiyinizdə istədiyiniz vaxt, yəni 24 saat ərzində istədiyiniz
istədiyiniz vaxt onu spot bölməsinə çəkə bilirsiniz və spot bölməsinə çəkdikdən sonra da asanlıqla sata bilirsiniz. Baxın, burada mənim aktivlərim və sağ tərəfdə avtomatik abunə bölməsi var. Birinci mənim aktivlərimə daxil olaq. Bu mənim ikinci Binance hesabımda olan aldığım kriptovalyutalardır. Təbii ki, altcoinlər hal-hazırda ziyanda olduğu üçün mən satmıram. Aldığım kriptolara da yəni güvənirəm. Təbii ki, bu yatırım tövsiyəsi deyil. Bu mənim şəxsi fikrimdir. Bunlar istədiyim yerə gələndə və mənə qazanc verəndə mən bunları satmağı planlaşdırıram. Near coin-dən mən illik 24% qazanc verir. Bu kilidlədiyim müddət ərzində mənə 0.035 Near coin verib, Galadan 3.12 verib mənə. Çoxlarını göstərəcəm hansı verib onu. Roscoin-əm 2.8, Minadan 4.23 Mina mənə verib. IOTX coin-ə 40 IOTX coin mənə verib. Heç bir şey etmirəm dostlar. Mən sadəcə kriptolarımı satmıram və Binance-da qazanc bölməsindən istifadə edirəm. Binance mənim bu kriptovalyutalarımı özü üçün istifadə edir və orada müəyyən bir faiz mənə qazanc verir. Mən burada heç bir şey itirmirəm. Onsuz da mən bu kriptovalyutaları satmaq fikrim yox. Niyə də bu bölmədən biz istifadə etməyək dostlar? Az olsun, həmişə olsun. Ataların bir sözü var, dama göl olar. Bir də görərsiniz ki, dostlar, məsəl üçün deyirəm, IOTX-dən mənə 40 ədəd IOTX coin qazanc verib. IOTX coin bir neçə gün sonra $1 olsa qiyməti 40 ədəd mənə Binance buradan mənə heç bir şey etmədən qazanc vermişdi. 40 ədədi $40 qazanmış oluram. Ona görə bu bölməni sizə tövsiyə edirəm istifadə etməyinizi. Təbii ki, sərbəst bölməni sizə tövsiyə edirəm ki, istədiyiniz vaxtda kriptovalyutanı oradan çıxardıb sata da biləsiniz. Və bir şeydə nəzərinizə çatdırım ki, dostlar, burada əgər sual verə bilərsiniz ki, mən tutalım 2 gün kriptovalyutanı orada sərbəst bölməyə kilidlədim. 2 gün sonra çıxartdım. Mənə onun üstünə verilən xeyir, yəni faizi də mənim hesabıma köçəcək, yoxsa mən onu müəyyən müddət gözləməliyəm? Xeyr dostlar, 24 saat ərzində əgər sizə nə qazanc veribsə, tutalım burada baxın, Aster coin-də 32 verib tutalım, düzdürmü? 1731.89 da mənim əlimdə. 1731.89-un üstünə 32 gələcək və həmin formada sizin spot balansınıza köçəcək dostlar. Arxaya qayıdıram. Avtomatik abunə nədir? Avtomatik abunə buradan ikonu var. Onu siz əgər aktiv etsəniz, hər gün sizin spot balansınızda olan kriptoları təbii ki, buradan istədiyiniz kriptonu, yəni bu sadə qazanc bölməsinə göndərməyə bilərsiniz. Məsələn, OP kriptovalyutasını mən göndərmək istəmirəm, deaktivə vururam. ROS-u göndərmək istəmirəm, deaktivə vururam. Ondan qalan bütün kriptovalyutalar hər gün gecə saat 2-də sadə qazanc bölməsinə transfer olacaq. Yəni sizin spot balansınızda görünməyəcək. Onu o bölməndə sizə göstərəcəm. Sadə qazanc bölməsinə transfer olacaq və orada sizə əlavə pul qazandırmağa başlayacaq. Siz buradan istəmədiyiniz coinləri söndürə bilərsiniz, keçirtməyə bilərsiniz Binance Earn sadə qazanc bölməsinə. Onun üçün baxın dostlar, burada ikona klik edirsiniz, qeyri-aktivə klik edirsiniz və həmin kriptovalyutalar sizin spot balansınızda qalır. Bu bölmədə isə bunları confirm eləyib yandırdıqda isə sizin spot balansınızda olan bütün coinlər, bu əlinizdə olan coinlərin hamısını seçsəniz, bütün coinlər hamısı Binance Earn bölməsinə keçmiş olacaq. Geriyə qayıdırıq dostlar. Sağ aşağı küncdə aktivlər bölməsi var. Ora klik edəndə yuxarıda ümumi baxış və yarında Earn bölməsi var. Earn bölməsi bizim həmin dediyimiz sadə qazanc bölməsidir. Baxın dostlar, mənim spot bölməmdə heç bir coin yoxdur. Hamısını transfer etmişəm Binance Earn bölməsinə. Buradan dostlar, istədiyiniz coini spot bölməsinə istədiyiniz vaxt çəkə bilərsiniz. Burada da avtomatik abunə bayaq göstərdiyim kimi yanılıdır və mən əlimdə olan bütün coinləri hamısını bura transfer etmişəm. Coinləri bura transfer etdiniz dostlar. Bunları bəs necə çıxarda bilərsiniz? Tutarım Near coin sizin istədiyiniz yerə gəldi, çıxdı və artıq bunu siz satmaq istəyirsiniz. Near coin üzərinə klik edirik. Dostlar, açılır. Baxın, buradan mübadilə et düyməsi var. Mübadilə et düyməsinə klik edirik. Burada maksimumu seçirik. Aşağıda da spot pul kisəsi seçili olur. Confirm-a vururuq dostlar. Gözləyirik. Pul kisəsinə keçə deyirik. Görürsüz dostlar, bayaqları bizim spot balansımızda heç bir coin yox idi. Artıq Near coin burada var. Near coin'i biz Earn bölməsindən transfer etdik spot bölməsinə. Yenidən əgər biz bu coin'i Earn bölməsinə qaytarmaq istəyiriksə, bunun üçün heç bir şey etməyə ehtiyac yoxdur dostlar. Earn bölməsinə daxil olduğumuzda
olacaq. Burada bizdə avtomatik abunə sözü əgər yanılı formada göstərirsə, heç bir şey etməyimizə ehtiyac yoxdur dostlar. Gecə saat 2 ilə 4 arası Nearcoin avtomatik olaraq bizim spot bölməmizdən earn bölməsinə transfer edilmiş olacaq. Və bu qaydada da siz istədiyiniz zaman earn bölməsinə transfer eləyə bilərsiniz. Spot bölməsindən spot bölməsində olan kriptonu da çox asan bir şəkildə də sata bilərsiniz dostlar. Binance Earn sadə qazanc bölməsində. Sizə qaranlıq qalan məqamlar oldusa, şərh bölməsində yaza bilərsiniz. Mən sizə dostlar çox böyük məmnuniyyətlə köməklik edəcəm. Sağ olun, salamat qalın dostlar.